Salam, xoş gördük sizləri. Bugünkü mövzumuz dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsinə görə təsnifatı olacaq. Ümumiyyətlə, dünya ölkələri iqtisadi inkişaf səviyyəsinə görə iki qrupa ayrılır. İnkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr. Baha görə bunlar hansı əlamətlərinə görə qruplaşdırılır? Sənayesinə görə, xidmət sektoruna görə, ümumdaxili məhsulun həcminə görə və digər göstəricilərə görə bunlar qruplaşdırılır. İndi ayrı-ayrılıqda baxaq. Birinci növbədə inkişaf etmiş ölkələrin qruplaşdırılması. İnkişaf etmiş ölkələrə aid olan xüsusiyyətlər. Ümumdaxili məhsulun adam başına illik gəliri çoxdur. 20-30 min dollardır. Yəni adam başına insanlara gəlir çox düşür deyə onlar daha yaxşı həyat şəraitində, daha yaxşı həyat keyfiyyətinə mənsub olurlar. Daha sonra xidmət sektoru yüksək inkişaf edir. Yəni qeyri-sənayedə bir növ insanlara məsəl üçün turizm sektoru, nəqliyyat sektoru, rabitə kimi xidmətlər xidmət sektoruna daxildir və xidmət sektorunun yüksək inkişaf etməsi ölkənin daha çox turizm bazarının formalaşmasına səbəb olur. Sənayenin iki növü var: emalcı sənaye və hasilat sənayesi. İnkişaf etmiş ölkələrdə emalcı sənaye sektoru üstünlük təşkil edir. Çünki onların mineral xammal ehtiyatı zəifdir. Buna görə də xarici ölkələrdən, başqa ölkələrdən özlərinə xammal alırlar və həmin xammaldan sənayelərində avadanlıqları yüksək inkişaf edib deyə həmin avadanlıqlar hesabına məhsul istehsal edirlər. Xammal hazır şəkildə yer səthindən çıxandır, məhsul isə emal prosesindən sonra alınan formadır məhsul. Deməli, inkişaf etmiş ölkələr nə edir? Məhsul satışı, hazır məhsul çıxarır dünya bazarına. Bu da emalcı sənayenin hesabınadır. Daha sonra təsərrüfatda polisentrik tip üstündür. Var monosentrik təsərrüfat quruluşu, var polisentrik. Polisentrik çoxlu deməkdir. Yəni sənaye yalnız paytaxt şəhərində deyil, digər iri şəhərlər də var ki, onlarda da sənaye sahələri inkişaf elətdirilir və sənayenin müxtəlif tipləri bir sahə üzrə ixtisaslaşmır, müxtəlif tipləri inkişaf edir. Bu deməkdir polisentrik quruluş. Mineral xam ehtiyatı dedik ki, inkişaf etmiş ölkələr arasında əsasən zəifdir, lakin istisnamız var. Kanadadır, Cardır, Avstraliyadır. Faydalı qazıntı ehtiyatlarında mineral xammal ehtiyatlarına yaxşı təmin olunub. Kənd təsərrüfatının iki tipi var: heyvandarlıq və ərkənçilik. İnkişaf etmiş ölkələrdə heyvandarlıq üstündür və kənd təsərrüfatının iki tür inkişafı var: intensiv və ekstensiv. İntensiv və ekstensiv. Bunların fərqi nədir? İntensivdə texnika və texnologiya hesabına məhsuldarlığı artırırlar. Tamam. Heyvanların sayını artıraraq süd istehsalını artırırlar. Daha doğrusu ekstensivdə heyvanların sayını artıraraq say hesabına, yəni artıraraq süd istehsalını artırırlar. İntensivdə isə dərman preparatları və yaxud da texnologiyaların hesabına bunu artırırlar. Yəni elm, texnika, texnologiya hesabına artırılma intensivdir. Dədə-baba yolu ilə artırılması ekstensiv aiddir. Və kənd təsərrüfatının heyvandarlıq üstün olduğu intensiv tipi. Lakin istisnalar var. Çox üzr istəyirəm. İstisnalar var. Cənubi Avropa ölkələri İtaliya, İspaniya, Portuqaliya və Yaponiya bu kimi ölkələr iqlim şəraitləri əlverişli olduqlarına görə əkinçiliyi daha üstündür. Əhali artımının birinci tipi üstündür. Burada birinci tipdə əhali artımı əsasən 1000 nəfərə 12 nəfərə qədər olur. Yəni az adam olur. Doğumla ölüm arasındakı fərqə görə qiymətləndiririk təbii artımı. Daha sonra əmək immiqrasiya mərkəzi. Miqrasiya iki tür olur. Var immiqrasiya, var emiqrasiya. Bizə inkişaf etmiş ölkələrdə immiqrasiyadır. İmmiqrasiya ölkəyə gələnlər deməkdir. Yəni ölkəyə gələnlərin sayı çoxdur. Nəyə görə? Həyat şəraiti və həyat keyfiyyəti yüksəkdir. Ona görə kənardan özlərini iş üçün ölkəyə gəlirlər. Lakin istisna inkişaf etmiş ölkələrdən Yaponiya və Cənubi Koreya miqrantları qəbul etmir. Ona görə immiqrasiya mərkəzləri deyil. Kapital ixracatçılardır. Yəni inkişaf etməkdə olan ölkələrə kreditlər verir, pul kreditləri verir. Daha sonra inkişaf etmiş ölkələrdə urbanizasiya səviyyəsi yüksəkdir. Urbanizasiya nədir? Şəhər əhalisinin artımı prosesi. Bu da iki cür gedir. Ya suburbanizasiya şəklində, ya da yalançı urbanizasiya şəklində. İnkişaf etmiş ölkələrdə suburbanizasiyadır. Yəni əhali şəhərin mərkəzində çoxalır, artıq yerləşmir və başlayırlar şəhər ətrafında məskunlaşmağa. Sənaye müəssisələri, obyektlər hamısı da şəhər ətrafında yerləşir. Nəticədə şəhərlə bir yerdə şəhərin ətrafı da eyni şəkildə inkişaf edir. Yəni inkişafdan qalmır, inkişaf davam edir. Bu proses adlanır suburbanizasiya prosesi.
Urbanizasiya nə oldu? Şəhər ərazisinin artımı prosesi. İnkişaf etmiş ölkələr üçün xarakterlikdir. Həyat şəraiti və həyat keyfiyyəti yüksəkdir. Həyat şəraiti deyəndə insanların maddi ehtiyacları nəzərdə tutulur, yəni pulla bağlı. Həyat keyfiyyəti dedikdə maddi şəraitlə əlavə iqtisadi, sosial, ekoloji şərait də nəzərdə tutulur. Və ekoloji vəziyyət nisbətən sabitdir, çünki ekoloji mədəniyyət burada, ekoloji mədəniyyət, ekoloji maarifləndirmə işləri təbliğatı aparılır və texnikası, texnologiyası nisbətən daha müasir olduğuna görə təmiz filtr sistemlərinin tətbiqinə görə ətraf mühitə daha az zərər vurur. Ona görə ekoloji vəziyyət nisbətən sabitdir deyirik. İnkişaf etmiş ölkələrin xüsusiyyətləri bunlar oldu. Bir də baxaq ümumi şəkildə. Nə oldu? Adam başına illik gəlir çox oldu, xidmət sektoru yüksək oldu, emal sənaye yüksək oldu, polisentrik, yəni çox mərkəzli təsərrüfat sahəsidir. Mineral xammal ehtiyatı zəif idi, istisna Kanada, Çar, Avstraliyada çoxlu xammallar, mineral ehtiyatlar var idi. Kənd təsərrüfatında intensiv heyvandarlıq idi. Əhali artımı birinci tipidir, yəni təbii artım aşağıdır. Hər 1000 nəfərə 12 nəfərə qədər. Əmək immiqrasiya mərkəzlərini, yəni kənardan ölkəyə gəlirlər. Yaponiya ilə Cənubi Koreya immiqrant qəbul etmədi. Kapital ixracatçılardır, yəni xarici ölkələrə kredit verirlər, pul krediti. Urbanizasiya yüksəkdir, yəni şəhər ərazisi payı yüksəkdir, həyat şəraiti, həyat keyfiyyəti yüksəkdir, ekoloji vəziyyət nisbətən sabitdir. Bunlar inkişaf etmiş ölkələrin xüsusiyyətləri. Növbəti, inkişaf etməkdə olan ölkələrə aiddir. Ümumdaxili məhsulun adambaşına illik gəliri azdır. Misal üçün, Çin inkişaf etməkdə olan ölkədir. Ümumdaxili məhsul həcminə görə lider olan ölkə olsa da, adambaşına illik gəliri az olduğuna görə inkişaf etməkdə olan ölkəyə aiddir. Səbəb Çin əhalisinə görə dünya ən çox əhalisinə malik olan ölkələrdən biridir. Sənayenin hasilat sənayesi üstünlüdür. Çünki mineral xammal ehtiyatı ən yaxşı təmin olunub. Yerin səthindən xammal çıxarırlar. Ona görə hasilat sənayesi üstündür. Lakin texnika texnologiyası zəif olduğuna görə emal edə bilmirlər. Nəticədə dünya bazarına hazır şəkildə xammal ixrac edirlər. Və inkişaf etmiş ölkələrdə onu alır, emal edici sektorda inkişaf edilir və məhsul çıxarırlar. Hazır məhsul çıxarırlar dünya bazarına. Təsərrüfatın monosentrik tip üstünlüyü, yəni əsasən paytaxt şəhəri inkişaf edir, istədiyin sahələr orada cəmlənir. Kənd təsərrüfatında əkinçilik üstündür. İstisna bəzi ərazilər, hündür dağlıq yerlər və yaxud da səhralar heyvandarlıq üçün əlverişlidir. Məsəl üçün, Tacikistan, Qırğızistan, Əfqanıstan, Əlcəzair, Liviya kimi ərazilərdə heyvandarlıq üstündür. Əhali artımının ikinci tipi yüksəkdir, yəni doğumla ölüm arasındakı fərq yüksəkdir. Təbii artım 1000 nəfərə, 12 nəfərdən 24 nəfərə qədər davam edir. Lakin inkişaf etməkdə olan ölkələrdən istisna var. Azərbaycandır, Qazaxıstandır, Çindir, Şərqi Avropa ölkələri əhalinin birinci tipinə aiddir. Çin əvvəllər ikinci tipidir, demoqrafik inqilab eləyib və keçib hal-hazırda birinci tipə. Daha sonra əmək emiqrasiya mərkəzi. Emiqrasiya ölkədən gedənlər deməkdir. Gedənlər çoxdur. Ölkədə həyat şəraiti və keyfiyyəti aşağı olduğuna görə ölkə iş axtarma məqsədilə inkişaf etmiş ölkələrin ərazisinə gedirlər. Və nəticədə ölkədə immiqrasiya prosesi gedir. İstisna Cənub-Qərbi Asiya ölkələri neft kranı ölkələri adlanır və burada neft ixrac olduğuna görə əmək ehtiyatlarına ehtiyac var. Ona görə xaricdən bura işçi qüvvəsi gəlir ki, buna da immiqrasiya deyirlər. Cənub-Qərbi Asiya immiqrasiya regionudur. Yerdə qalan inkişaf etməkdə olan ölkələr əsasən immiqrasiya mərkəzləridir. Urbanizasiya aşağıdır, yəni şəhər ərazisinin payı aşağıdır. Əsasən kəndlərdə məskunlaşıblar. Şəhərdə də məskunlaşanda yalançı urbanizasiya prosesi baş verir. Çünki şəhərdə maddi həyat şəraiti aşağı olduğuna görə insanlar işlə təmin oluna bilmir. Sıxlıq yaranır, nəticədə şəhər ətrafı ərazilərə köçürlər. Və şəhər ətrafı ərazilər də inkişaf edə bilmirlər və buna da deyirlər yalançı urbanizasiya prosesi. Buna favellər, bidonvillər, gecə kondular bu kimi məhəllə adları deyilir. Daha sonra ekoloji vəziyyət kəskin xarakter alır, çünki texnikası, texnologiyası zəifdir, müasir deyil və ətraf mühiti daha çox çirkləndirirlər. Daha sonra gəldik, inkişaf etmiş ölkələr hansı qruplara aiddir? Birinci növbədə böyük yeddili, buna C7 ölkələri də deyirik. Buna daxildir Şimali Amerikadan ABŞ, Kanada, Şərqi Asiyadan Yaponiya və Avropadan 4 dənə ölkə, Almaniya, Böyük Britaniya, İtaliya, Fransa böyük yeddiliyə daxildir. Daha sonra Qərbi Avropada orta inkişaf səviyyəsinə malik olan ölkələr var. Cənubi Avropadan İspaniya, Portuqaliya, Yunanistan və Orta Avropadan İrlandiya orta inkişaf səviyyəsinə malikdir. Qərbi Avropanın digər ölkələri, Qərbi Avropada olan inkişaf etmiş ölkələr qrupuna aiddir. Avstriya, İsveçrə, Belçika, Niderland, Norveç, İsveç, Danimarka, Finlandiya və digərləri. Daha sonra köçürmə kapitalist ölkələri var ki, bunlar nə deməkdir? Metropoliya, yəni müstəmləkəsi olduğu ölkənin əhalisi hesabına ərazisi formalaşıb. Avstraliya İttifaqı, Yeni Zelandiya, Çar, Kanada özü, Kanada burada böyük yetkilikdə var, bu köçürmə kapitalist ölkəsidir, həmçinin Kanada.
Orada qeyd olunub deyə burada qeyd olunmayıb. Bunlar köçürmə kapitalist ölkəsidir. Əsasən Böyük Britaniya müstəmləkəsidir. Amma bir dənə istisna İsrail Böyük Britaniyanın müstəmləkəsi deyil. Köçürmə kapitalist ölkəsidir. Metropoliya nə oldu? Müstəmləkəsi olduğu ölkənin əhalisi hesabına formalaşan ərazilər, metropoliyalar. Daha sonra qrupa yeni daxil olan ölkələr hansılardır? Koreya Respublikası və Sinqapur 1997-ci ildə daxil olublar. Kipr isə ən son daxil olanda 2001-ci ildə inkişaf etmiş ölkələrin qrupuna daxildir. Burada da qeyd olunub. 1997-ci ildə Koreya və Sinqapur, 2001-ci ildə isə Kipr inkişaf etmiş ölkələr qrupuna daxil olunmuşdur. Bu inkişaf etmiş ölkələrin qruplaşması. Əsas bizə lazımdır böyük yetkilik. Şimali Amerikada ABŞ, Kanada, Asiyada Yaponiya, Avropada 4 dənə. Almanya, Fransa, İtalya, Böyük Britaniya. Daha sonra keçdiyi inkişaf etməkdə olan ölkələr qruplaşdırılması əsas ölkələrə aiddir. Yəni ümumdaxili məhsul həcminə görə seçilirlər. Adam başına düşən həcminə görə, qeyri olduqlarına görə inkişaf etməkdə olan ölkələr adlanırlar. Braziliyadır, Meksikadır, Hindistandır, Çindir. Neft ixrac edən ölkələr. Bunlar dedik ki, həmçinin nədir? İmmiqrasiya regionlardır. Səudiyyə Ərəbistan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Bəhreyn. Yeni sənaye ölkələri, sənayesi əsasən ixal avadanlıqlar hesabına, ixal texnologiyalar hesabına, yəni inkişaf etmiş ölkələr gətirirlər həmin ölkənin ərazisində, yeni sənaye ölkələrinin ərazisində texnika texnologiyalarını quraşdırırlar, məhsul istehsal edirlər. Bunun hesabına sənayələri yüksək inkişaf edildiyinə görə yeni sənaye ölkələri adlanır. Cənubi Amerikadan Uruqvay, Çili, Argentina və Asiyadan İndoneziya, Tayland, Malayziya bunlar inkişaf etməkdə olan ölkələrdən yeni sənaye ölkələri hesab olunur. Keçid dövründə olan ölkələr, Şərqi Avropa ölkələri, FDP və FDP ölkələri Rusiya dağıldıqdan sonra müstəqillik əldə etdiklərinə görə hələ keçid dövründədir və Boqouzda. Həmçinin sosialist ölkələr. Dünyada 5 dənə sosialist ölkəmiz var. Laos, Vietnam, Kuba, Koreya Xalq Demokratik Respublikası və Çin. Kasıb ölkələr ən geri qalmış ölkələrdir. Ümumdaxili məsuliyyətinə görə Əfqanistandır, Banqladeşdir, Myanmadır, Haitidir, bu kimi ölkələr. Və digər klassik ölkələr də inkişaf etməkdə olan ölkələrin qrupuna daxildir. Yəni Asiya, Afrika, Latin Amerikasının geri qalmış ölkələr. Tam Latin Amerikasından deyə bilərik. Mərkəzi Amerikanın adı ölkələrini göstərə bilərik. Latin Amerikasının Ekvadoru, Perunu, Çilini, bu kimi ölkələri göstərə bilərik. Bunlar da inkişaf etməkdə olan ölkələr qrupuna daxildir. Daha sonra son zamanlar inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrin birləşməsindən qruplar yaradılmışdır. Bunlardan biri də BRICS-dir. BRICS. BRICS nə deməkdir? Bu cıdır. Braziliya, Rusya, Russian, India, yəni Hindistan, Çin və South Africa, yəni Cənubi Afrika Respublikası. Bura aid oldu. Braziliya, Amerikadan, CAR, Afrikadan, Hindistan, Çin, Rusiya. 5 ölkə BRICS təşkilatını əmələ gətirmişdir. Növbəti, ümumiyyətcə ümumdaxili məhsul nədir? ÜDM deyirik. Ölkələrin ümumiyyətcə iqtisadi inkişafı ÜDM və ümumilli məhsul hesabına formalaşır. ÜDM ölkənin daxilində olan xarici şirkətlərlə, ölkənin daxilində yerləşən xarici şirkətlərlə ölkənin daxilində yerləşən milli şirkətlərin cəmidir. Ölkədə yerləşən xarici şirkətlər və ölkədə yerləşən milli şirkətlərin istehsal etdiyi ümumi məhsulların cəmi bizə verir ümumdaxili məhsul. Ümummilli məhsul nədir? Ümummilli məhsul ölkədə olan milli şirkətlərinə xaricdə yerləşən həmin ölkənin milli şirkətlərinin istehsal etdiyi ümumi məhsulun cəmi bizə verir ümummilli məhsulun həcmini. Ümumdaxili məhsulun həcminə görə, adam başına düşən həcminə görə Lüksemburqdur, İsveçrədir, Norveçdir, liderlik eləyir. Ümumilikdə ümumdaxili məhsulun həcminə görə desək ki, ən çox hansılardır? ABŞ-dır, Çindir, Yaponiyadır. Məsələn, Çin ikinci yerdədir ümumdaxili məhsulun həcminə görə. Amma adam başına düşən həcminə görə görürsünüz heç ilk 10-luğa düşməyib. Çünki əhalinin sayı çoxdur. Yaponiyadır, Almaniyadır, bu kimi ölkələr ümumdaxili məhsulun həcminə görə daha çox inkişaf eləyib. Sənayenin inkişafına burada baxsaq, deməli, əvvəllər sənayeləşmə dövrünə qədər kənd təsərrüfatı sahəsi daha üstün inkişaf eləyirdi sənayeləşmə dövrünə qədər. Sənayeləşmə dövründə artıq sənaye sahəsi daha güclü inkişaf elədi və müasir dövrdə, yəni post-sənaye dövrü, sənaye mərhələsindən sonraki dövrdə artıq xidmət sənayesi daha yüksək inkişaf eləyir. Yəni sənaye və kənd təsərrüfatının payı getdikcə azalır.
Daha sonra gəldik müasir dünyanın iqtisadi güclərinə. Ümumiyyətlə 19-cu əsrə qədər dünyada tək mərkəzlik formalaşmışdı. Belə ki, 15-ci əsrdə Çindir və Çin, daha sonra isə Hindistan lider idisə, dünyada tək mərkəz, güc mərkəzi idisə, 19-cu əsrdə bu Qərb Avropa ölkələri əldə elədi bu güc mərkəzini. 20-ci əsrin əvvəllərindən artıq dünyada iki mərkəzlik formalaşdı. Yəni Qərbi Avropa ölkələri ilə yanaşı və Qərbi Avropa ölkələri isə artıq ABŞ da dünyanın güc mərkəzini əldə etdi. 20-ci əsrin sonuna yaxın, yəni 1950-ci ildən sonra isə dünyada çox mərkəzliyi formalaşdı. Yəni iqtisadi güc mərkəzləri artıq üç mərkəzə ayrıldı. ABŞ-dır, Qərbi Avropa ölkələri və Yaponiya, yəni Şərqi Asiya ölkələri. Daha sonra müasir dünyanın iqtisadi gücləri deyəndə G6, G7, yəni böyük altılıq, böyük yeddilik, böyük səkkizlik və G20 ölkələri, G20 ölkələri ağlımıza gəlir. G6 G6 ölkələri deyəndə nə başa düşürük? G6 1975-ci ildə Fransanın təşəbbüsü ilə yaradılmış dünyanın böyük iqtisadi cəhətdən inkişaf eləmiş böyük altılıq ölkələr nəzərdə tutulur. Bu ölkələr hansılardır? Avropadan Almanya, Fransa, Fransa'nın təşəbbüsü ilə yaradılmışdı bu arada. Fransa'nın təşəbbüsü ilə. Daha sonra Böyük Britanya və İtaliya. Bu dörd ölkə, Avropadan dörd ölkə və Şimali Amerikadan isə ABŞ və Yaponiya, Asiyadan. Yaponiya. Bunlar oldu böyük altılıq. Neçənci ildə yaradıldı böyük altılıq? 1975-ci ildə. Hansı ölkənin təşəbbüsü ilə? Fransanın təşəbbüsü ilə. 1976-cı ildə Kanadanın da bu böyük altılığa üzv olması ilə böyük altılıq adlandı böyük yeddilik. G7 ölkələri aid oldu G7. Almanya, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Kanada və Yaponiya. Daha sonra 1997-ci ildə Rusiyanın da böyük yeddiliyə üzv olması nəticəsində böyük yeddiliyi olduğu böyük səkkizliyi ölkələri Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Kanada, Rusiya, Yaponiya. Və müasir dövrdə isə G20 ölkələri var. Yəni iqtisadi cəhətdən inkişaf etmiş böyük 20-liyə daxil olan ölkələr. Bunlar hansılardır? Amerika qitəsindən Kanada, ABŞ, Meksika, Braziliya, Argentina. Afrikadan Çar, Avustraliyadan Avstraliya İttifaqı, Asiyadan Hindistan, Çin, Cənubi Koreya, Yaponiya, İndoneziya, Səudiyyə Ərəbistanı və Türkiyə. Avropadan Rusiya, Böyük Britaniya, Almanya, Fransa, İtaliya və Avropa İttifaqına daxil olan ölkələr. Bunlar böyük 20-liyi təşkil edən ölkələrimizdir. Yəni G20 ölkələri. Bir dənə böyük 7-liyə daxil olan ölkələrin yerini də göstərək. Böyük 6-lığa daxil oldu. Bir də sənə yaxınlaşdıraq xəritəni. Deməli, G6 yəni böyük altılığa daxil olan ölkələr Böyük Britaniyadır, Almaniyadır, Fransadır, İtaliyadır, Yaponiyadır və ABŞ-dır. Bunlar böyük altılıq idi. 1975-ci ildə Fransanın təşəbbüsü ilə yaradıldı. 1976-cı ildə Kanadanın üzv olması ilə oldu böyük yeddilik. 1997-ci ildə Rusiyanın üzv olması ilə oldu böyük səkkizliyi ölkələri. Və 20-ci əsrin əvvəllərində də artıq G20 ölkələri adlandırılır. G20 ölkələrinin istehsal, yəni dünya ixracatında 49% böyük səkkizliyin payına düşür. Sənaye istehsalının isə 51% böyük səkkizlik ölkələrinin payına düşür. Yəni iqtisadi cəhətdən daha yüksək inkişaf edilmiş ölkələrdir. Daha sonra gəldi insan inkişaf indeksi. İnsan inkişaf indeksi nə deməkdir?
İnsanların həyat şəraiti və həyat keyfiyyətini dəyərləndirmək üçün hər il hesablanır BMT tərəfindən. Həyat şəraiti insanların maddi vəziyyətləri səviyyəsilə xarakterizə olunur. Həyat keyfiyyəti isə maddi dəyərlərlə yanaşı ekoloji, iqtisadi, mədəni və sosial aspektlərdən nəzərə alınır. İnsan inkişaf indeksini hesablamaq üçün bizə lazım olan göstəricilər hansılardır? İnsanların uzun və sağlam ömür müddəti, yəni orta ömür müddəti, daha sonra təhsil səviyyələri, təhsil səviyyələri və ən əsası ümumdaxili məhsulun adam başına düşən həcmi. Deməli, orta ömür müddətinə görə maksimum yaş 85 yaşdır, minimum yaş 25 yaş götürülür. Təhsil səviyyəsində maksimum 100% savadlılıq, minimum 0% savadlılıq götürülür. Ümumdaxili məhsulun həcmində maksimum 40 min ABŞ dollarıdır. 40 min ABŞ dolları. Minimum isə 100 ABŞ dolları götürülür. Bu xüsusiyyətlərə görə hesablamalar aparılır və insan inkişaf indeksi hesablanır. Hesablandıqdan sonra insan inkişaf indeksinin dəyərləri qruplaşdırılır. Ümumiyyətlə, insan inkişaf indeksinin səviyyəsi 0-dan 1-ə kimi göstəricilərlə ifadə olunur, 0-dan 1-in arasında. Bunlar necə qruplaşdırılır? Baxın. Çox yüksək göstərici 0-dan 1800 və 1 aralığında qiymətləndirilir. Yüksək aiddir 0-dan 1700 və 799 göstəricisi arasında qiymətləndirilir. Ortaya aiddir 0-dan 1550, 0-dan 699 göstərici arasında yerləşməlidir və aşağı göstəricisi 0-dan 350 və 0-dan 549 549 göstərici arasında dəyişməlidir. Bu cür qruplaşdırılır. Şəkildən də baxsaq çox yüksək göstəriciyə malikdir. Bu şəkildə biraz təhriflər var. Deməli, ABŞ-dır, Kanadadır, inkişaf indeksinə görə yüksəkdir. Argentinadır, Səudiyyə Ərəbistandır, Avropa ölkələridir, Avstraliya İttifaqıdır, Yeni Zelandiyadır, çox yüksək göstəriciyə malikdir. Azərbaycan özü 0,745 göstərici ilə insan inkişaf indeksində yüksək inkişafa malik olan ölkələrin sırasındadır. Ümumiyyətlə, insan inkişaf indeksinə görə ən yüksək inkişaf eləmiş ölkələr Norveçdir, İsveçrədir, ABŞ-ın özünü göstərə bilərik, İrlandiyadır, Avstraliyadır, daha doğrusu İslandiyadır, Avstraliyadır, Danimarkadır. Bir saniyə, dondu. Norveçdir, İsveçrədir, İslandiyadır. Daha sonra Avstraliyanın özüdür, Danimarkadır. Bu kimi ölkələr insan inkişaf indeksinə görə lider olan ölkələrdir. Aşağı göstərici isə sizin Afrika ölkələridir. Malidir, Nigerdir, Çaddır. Bu kimi ölkələri göstərə bilərik. Bunların ayrıca hesablamasına isə ayrı bir videoda baxacağıq. Bugünkü dərsimiz isə bu qədər.